Mənzildə təmir işlərimiz davam edir. İndi hal-hazırda bu ekspres lövhələri yapışdırırıq. Bunları yapışdırırıq. Dünəndən başlamışıq. Yer gəlmişdən deyəm, vurulma qaydası belədir də. Səliqəli şəkildə vurulur. Demək, bu lövhələri yapışdırmazdan əvvəl altı bax bu cürə süpürülür, təmizlənir. Ondan sonra bu lövhələr yapışdırılır. Bu termoizolasiya mütləq şəkildə eləmək lazımdır. İstilik etkisinin qarşısını alır. Burada birinci mərtəbədir, alt soyuqdur. Xəttlərimiz də belə səliqəli çəkilir. Bunlar kombidən kollektorumuza gedən xəttlərimizdir. Və burada buna nə deyirlər, erkək dişi də bir-birinə keçir də. Keçənləri var, keçir ora qəşəng. Üstünə də müvəqqəti belə kərpiclər qoyursan ki, onu saxlasın. Düzdür, şişməyən köpükdür, amma hər ehtimala qarşı da cüzi də olsa şişə bilir. Bir kollektorumuz bax burada olacaq. O birisi kollektorumuz isə bax burada olacaq. O belə xəttlərimiz artıq çəkilib. Demək, moykanın suyu çəkilib, hamama gedib. Kombidən gedib. Hamısı səliqəli öz dəsti xətti ilə. Bu da termometrlərimizin yeridir. Yəni idarə etmə pultu burada olacaq. Bu heç kondisionerimizin silividir. Bu gəlib bura. Materiallarımız isə buradadır. Artıq bizdə otaqlarımız hazırdır. 2 otaq. Bu da ustamızın köməkçisidir. Bu rulonu taxır bura. Oradan fırlayır açır. Bu da bizim demper lentimiz, yəni bu qaydada çəkilibdir. Demper lenti mütləqdir. Demper lenti mütləqdir. Bu haqda ustamız özü ətraflı məlumat verər. Bunun üzərinə də, bu ekspres lövhələrin üzərinə də, bax, bu üçlük atrajitel əks eləyən nədirsə, bax, bundan çəkəcəyik. Həmin bax bu üstlük izolyasiyanın da öz rolu var. Düzdür, burada bunun üzəri xəttidir. Bu xəttlərlə şlankları aparırlar. Hər nə qədər də olmasa bunun da öz səs və istilik izolyasiyası var müəyyən qədər, amma əsas məsələ budur. Daha 2 otağımız da hazırdır, bura və bura. Demək, bizdə sanuzellərdə hamısı divarçı olacaq. Ecanın su qarışdırıcılarını almışıq. Yerləri də belə hamısı səliqəli laqonda ilə kəsilir. Bax, təpə duşu olsun, əl duşu olsun, üstü soyuq suyu olsun. Sonra umuvalnikdəki olsun, moydadırdakı kanalizasiya, hamısı ayrı-ayrılıqda səliqəli kəsilir. Betondur, Sovetin betonudur da, köhnə o 5 mərtəbədir Leningrad layihəli. Amma yenə də onun səliqəli kəsilir. Onu da qeyd edeyim ki, əvvəlcədən suvanır. Divarlar 90 dərəcə hamısı suvanıb. Burası şulkamızın yeridir. Hamısı səliqəli 90 dərəcə suvanandan sonra santexnik və elektrik işi gedir mənzildə. Qayda budur, belə də olmalıdır. Səliqəli iş üçün. Belə. Fikir verirsə, hamısı möhkəmdir, heç biri də suvağı atmayıb. Nəyə görə? Çünki laqonda ilə kəsilib, yeri çıxarılıb. Bax, bu da tualetdəkidir, o da çıxıb. Burada da divarçı unitazımız olacaq.